Güzellik. Tavuklarım, ne olub sizə? Salam dostlar, sizə nə göstərmək istəyirəm? Bu fırnıq ağacıdır, yəni xurma ağacı. Karalyok biraz bərkidir, fırnıq yumuşağı, xurma yumuşağıdır. Meyvələrini göstərim, orada bilmirəm, yumru görünür, qaranlıq olur, altdan bilmirəm. Yerdə də var. Tökür maalesef. 2 ildir mən bundan heç düzəməli heç meyvə götürə bilmirəm, tökür. Burada da qanadı var idi, burada da var idi. Bunları kəsdim ki, güc bir qanadda olsun, bəlkə daha yaxşı inkişaf edər. Sonra belə pöhrələr çıxartmağa başladı. Baxın, biri buradan, biri buradan. İkisi də buradan. Əslində bu pöhrəni saxlamaq istəyirdim. Qəşəng düz pöhrədir. Bundan birlikdə düz qalxsın deyə. Sonra fikrimi dəyişdim. Hələ də qərarsızam əslində, amma yenə də. Ay toyuq, bir imkan ver. Baxın, bura havayı kökləndirmə eləmişəm. Belə. Altdan da bir çəkim. Altdan mənim çəkir ya yox. Altdan deşiyi belə var. Qabı böyürdən kəsmişəm, salmışam ora. Torpaq doldurub bağlamışam. Baxın belə. Havayı kökləndirmə. Görək bu burada kök atacaqmı? Eynisindən bu iri olanı eləmişəm. Ay qaz, nə olub? Baxın, bu ikisinə bir eləmişəm. Bunları sonra məsələn əgər alınsa əkəndə ayrı-ayrı çıxardıb əkərəm. Gördünüz nə qəşəng. Çox da qəşəng oldu. Görək indi yoxlayaq. Görək tutacaqmı, tutmayacaqmı? İndi yaydı. İyunun hardasa neçəsi də 29-u deyəsə. Mən də bunu hardasa bir 3-4 gün olar eləmişəm. Bilmirəm, yayda alınacaq, alınmayacaq. Görək, yoxladım hələlik. Bunları belə elədim. Havayı kökləndirmə. Görək, qırıb atmağa heyfim gəldi. Bunları istədim qıram atam. Bunu əslində həm düşündüm, ya qıram, ya qalsın belə düz bundan birlikdə. Ay, bilmirəm. Hələ də onu qərarsızam ki, ondan birlikdə qalar mıydı? Neysə, hələlik havayı kökləndirmə eləyim. Alınsa qıracam, götürəcəm. Təzdən olsa yenə pöhrəliyir də, pöhrəliyəcək. Gəldik o birisinə. Eynisini də almada eləməyi düşünürəm. Almanı da mən keçən il budamışdım. Alma da yeni pöhrələr çıxartdı. Yəni budayandan sonra daha yaxşı pöhrə çıxardır ağac. Buranı bağlaya bilsəm mən. Baxın. Almanı da budamışdım. Alma da baxın yeni pöhrələr çıxartmağa başladı. Burada da eyni ilə 1, mənim çəkir, çəkmir, 2, 3, 4. Eyni ilə 4 dənə də burada var. Bunları da kökləndirəcəm, havayı kökləndirmə eləyəcəm. Bu 4 dənəni. Bu alma da çox qəşəng qalmadı. Həm, bilmirəm, almalarını görürsünüz ya, yox. Həm, indi də yemək olur, yaşıl vaxtı, çox ləzzətlidir. Duzda ye. Həm, biraz da iriləndə yemək olur. Həm də ki, düz payıza kimi. Elə ki, bu alma necə gözəl almadır. Yazdım, sən bunu düz qışa kimi yeyə bilərsən. Düz qışa kimi üstündə alma qalır. Qızarır, qıpqırmızı, çox ləzzətli olur. Yəni, elə alma var ki, belə göy olanı yemək olmur, turş olur. Amma bu almanı inanın ki, bax bu dəqiqə duza batır, o qədər ləzzətli. Mən turş yeyən biri deyiləm. Amma yəni bu alma çox mənim əsl sevdiyim alma. Ye, istəsən belə vaxtı ye, istəsən nə bilim gözləyirsən irilir. Qışa kimi qalır üstündə qıpqırmızı, rahat da, çox qəşəng almadır. Çox xoşum gəldi bu almada. Özü düz qalxan almadır. Sağa sola qanadı atmır. Mən onun üçün əsas bunu aldım. Yəni mənim həyətim gördüyünüz kimi balaca olduğu üçün mənə düz qalxan alma lazım idi və bu mənim tam istədiyim kimidir. İnşallah oralarda hava kökləndirmə eləyəcəm. Ay, ondan sonra daha yaxşı meyvələr əldə edəcəyimi düşünürəm. Çoxaldacam. Belə, bağım da belə, bağıma da ayrıca bir video. Çünki hələ ki sıfır, hələ ki heç bir şey yoxdur. Xəstəliklə mübarizə gedir ancaq heç bir şey yoxdur meyvə adına. Görək indən belə nə olacaq. Bu günlük bu qədər, hələlik.